Sabahdan etibarən yol polisi təmiz hava aylığına başlayır. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. Məlumatda bildirilir ki, son zamanlar avtomobil yollarında mühərrikinin işlənmiş qazlarında atmosferə atılan zərərli maddələrin miqdarı normadan artıq olan nəqliyyat vasitələrinə tez-tez rast gəlinir. Hesablamalara görə ölkəmizdə atmosferə atılan çirkləndirici maddələrin təxmini 88%-i məhz avtomobillərdən atılan tullantıların payına düşür. Nasaz nəqliyyat vasitələrinin istismarı havanı çirkləndirməklə yanaşı, həm də tez-tez yollarda tıxacların yaranmasına və ağır yol qəzalarına səbəb olur. Odur ki, bu sahədə qabaqlayıcı tədbirlərin görülməsi məqsədi ilə 2025-ci il oktyabr ayının 20-sindən noyabr ayının 20-sinədək Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Respublika ərazisində təmiz hava aylığı elan edilir. Bununla əlaqədar nəqliyyat vasitələrinin sürücülərinə, eləcə də sərnişin və yükdaşıma fəaliyyəti həyata keçirən fiziki və hüquqi şəxslərə istifadələrində olan avtomobillərin yanacaq sisteminin saz vəziyyətdə saxlamaq tövsiyə olunur. Nəzərə alınmalıdır ki, ətraf mühitə atılan tullantılarda müəyyənləşdirilmiş normadan artıq çirkləndirici maddələr olan avtomobillərin idarə edilməsinə və onların istismara buraxılmasına yol verən fiziki və hüquqi şəxslər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar deyə Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında bildirilir.